romanı yolu azmış bir kadın hakkındadır. Sakit. Ben bunu sana deyirim. Bir defa bu yol seni mahvedecek. Dinle beni. Valideynlerin uşağın, sen bütün yakınların. Gözlerinde gece ışıkları, ağlında yalnız ehtiraslar. Düşünürsen ki dünya ayaklarının altındadır, ama içinde boşluk ve soyuqluq var. Oyunla yaşayır, sabahı düşünmür, duyguları sadece eğlence hesap edir. Gülüşü maskadır, arkasında sessizlik ve fırıldaq. Mən dedim sənə, qəzəblə yox, sadəcə doğru deyirəm. Bu yol xoşbəxtli aparmır, o yavaş yavaş səni məhv edir. Bu yoldan çəkil, hələ geç deyil. Tənhalıqda qalmadan əvvəl sən yalnız özünü rüsva edirsən və doğmalarına, oğluna kölge salırsan. Gülürsən başa düşmədi, deyir həyat hər şey almaqdır, amma ruhsuz yaxınlıq boşdur. Sevgi və istilik deyil, gecələr bir-birinə əvəz edir və ruhunda izlər silinir. Amma səhər elə də sual verəcək, qaçmaq mümkün olmayan sual. Mən belə insanları gördüm, sonları həmişə eyni olur. Heç kimin yoxluğu, heç bir ev və sən deyə bilmirsən, sən tək deyilsən. Bu yoldan çəkil, hələ geç deyil. Hələ hər şey dəyişmək mümkündür, əks halda qalırsan dünyada, kimsə səni qoruyacaq deyil. Valideynlərin gözyaşı zarafat deyil, ailənin şərəfi boş söz deyil. Mən dedim, düşmən kimi yox, adam kimi və dost kimi. Mən hakim deyiləm, mən son xəbərdarlığam. Həyat bir anlıq ehtiras və bədən deyil, öhdəlik və uşağın gözündəki əksdir. Çəkil. Hələ çox gec deyil, taleyin qapısını bağlamadan. Oğlun bir gün soruşmazdan əvvəl, ana, mən niyə belə alındım? Sən bunu bugün dayandıra bilərsən, bu sonsuz dövrü qır, yoxsa boş adla qalacaqsan və addımlarının əks sədası ətrafında dönəcək. Mən dedim, indi seçim səndə.